Şənbə günü şimşək çaxacaq, dolu düşəcək. Fəsadlar hələ aradan götürülməyib. Elə bir yağış, təbiət, buludlar, elə yağışın özü yenə də deyirəm, bizimlə düşməndir. Bizimlə dalaşmaq istəyir. Kifayət qədər yağdınız, kifayət qədər evlər, mənzillər suyun altında qaldı, kifayət qədər ziyanlar vurdunuz. Nə istəyirsən bizdən ay yağış? Bəli, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Təbii ki, Milli.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 min civə sütunundan 758 min civə sütununa enəcək. Nisbi rütubət 65-70% təşkil edəcək. Yağış axtarıram. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi qərb rayonlarında qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 8-11, gündüz 18-23 dərəcə isti olacaq. Yenə də deyirəm, yağış dolu elə bizimlə düşmən kəsilib. Hələ ki ondan uzaqlaşa bilmirik. Həm də dil tapa bilmirik. İnşallah hər şey yaxşı olar.